Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz, ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa çalışırsınız. Bu arada kim oruç tutur, Allah orucunu qəbul eləsin. Allah dualarınızı qəbul eləsin. İbadətlərinizi qəbul eləsin. Bugün olsun bütün arzularınızı yerinə getirsin və bu orucluq sizə kömək olsun, bütün xəstəliklərdən azad olasınız. Hərçənd nevroz deməyək, təşviş həyəcan pozuntusu. Bunu statistika ayrıca xəstəlik kimi sayır, amma mən ümumi götürəndə mən bunu xəstəlik kimi saymıram. Ona görə də rastlabdisiz. Mənim əzizlərim, şikayət edirsiniz ki, tez-tez doktor, yanğılarım var, boyun ağrılarım var, sinəm ağrıyır, hətta qaşınmalarla bağlı müraciət edirsiniz. Bunlar sizi qorxulmasın. Bunlar sadəcə simptomdur. Bu simptomlar nəyə görə baş verir? Ümumiyyətlə, nevroz nəyə görə baş verir? Dəfələrlə demişəm. 2 faktoru var. Daha 3. Birinci faktor irsilidir. İrsi faktorudur. İkinci faktor biologiskidir. Bioximiki faktor deyirlər ona. Üçüncü də sonradan hansısa bir sabiti, olaya negativ bir olayın üzərində olur. Bioximiki nədir? Beyində hormonal dəyişiklikləri baş verir deyə siz bilirsiniz, bizdə limbik sistem var, hipotalamus var. Burada hormonal dəyişiklikləri baş verir deyə və nevroz yarana bilir. Olaylar da bilirsiniz, hansı bir negativ olaydan həmən an heç nə hiss eləməsəniz də bir müddətdən sonra özünü bürüzə verə bilər və yaxud həmən andan stres yaşasanız, depressiyaya düşsəniz, uzun müddət depressiyada qalandan sonra təbii ki, yenə də bioximiki orada dəyişikliklər baş verir. Neyromediatorlarda disbalans yaranır və nevroz yaranır. Ağrılar nədən baş verir mənim əzizlərim? Ağrılar müxtəlif cürdür. Beyin sıxıntıları ola bilər, göz spazmaları ola bilər, mədə sıxıntıları ola bilər, ən əsas mədə bağırsaqda olur. Sonra bütün əzələlər ağrıya bilər, qollarda keyəlmələr ola bilər, ayaqlarda keyəlmələr ola bilər, dil dartılması ola bilər, dil elə bir ki, arxaya gedir, sudurqa verir, dilviz topuq vura bilər, baş gicəllənmə ən əsas simptomlardan biridir. Nə bilim, kürək ağrıları, qol ağrıları, qarın ağrıları, cürbəcür simptomlar ola bilər. Bu, nədən irəli gəlir mənim əzizlərim? Hansısa bir negativ olay
olur. Siz stres yaşayırsınız, depressiv hala düşürsünüz. Uzun müddət özünüz hiss eləməsəz də naprıjonla gəzirsiniz. Yəni bütün əzələlər tonusda olur. Anlatabildim mi? Əzələlər o qədər tonusda olur ki, axırda bunlarda həmən o kletkalar deyirlər, hüceyrələr ağrı verməyə başlayır. Anlatabildim mi? Elə bir ki, necə başa salım sizə? Elə bir ağır bir ştanq qaldırırsınız. Əzələlər həmən günə elə bir ki, şişib, amma səhərsi heç 1 kilonu qaldıra bilmirsiniz ağrıdan. Həmən şeydir, naprıjeni verir və onlar boşalmağa başlayanda orada kletkalar var, hüceyrələr var, nevron hüceyrələr. Onlar başlayırlar ağrı verməyə və o müxtəlif ola bilər. Və yaxud beyni o qədər öyrəşdirmişsiniz ki, trivojno состоянияda qalmağı, yəni trivoghalı, yəni siz ona necə deyim, постоянно siqnal ötürürsünüz ki, məni təhlükə gözləyir. Beyin artıq onu öyrəşir, onu limbik sistem eləyir. Öyrəşəndən sonra bu vərdiş halını alır. Artıq siz o siqnalı ona ötürmədiniz, çünki siz işləmirsiniz üzərinizdə deyə beyin məcburdur cürbəcür simptomları öz başına birinci avtomatik düşüncələri atır, sonra başlayır simptomlar verməyə. Anlatabildim mi? Buna görə də ən əsas mışleniyaları dəyişməkdir. Düşüncələri, avtomatik düşüncələri pozitiv düşüncələrlə əvəz eləmək lazımdır və pozitiv emosiyaya gətirib çıxartmağına təkan vermək, kömək eləmək lazımdır. Bilirsiniz, ola bilər hansısa olaydan, məsəl üçün hansısa bir negativ olaydan dolayı bu nevroz baş verir. Sonra onu asaznavat eləmirsiniz, yəni o barədə düşünmürsünüz. O olay yaddan çıxır, siz düşürsünüz başqa şeylərin peşinə. Simptomların peşinə və qorxu, təzdən simptom, qorxu, simptom, düşürsünüz labirintə. Atabildim mi? Artıq o yerə gətirib çıxardır ki, siz qorxmağınızdan da belə qorxursunuz. Anlatabildim mi? Simptomların gəlməsindən hələ yoxdur. Özünüz pridumut eləyirsiniz, düşünürsünüz, yaradırsınız, formalaşdırırsınız və qorxursunuz. O da bilirsiniz mexanizmi, mən sizə demişəm, mindalini beyin var orada, badamcıq deyirlər. Onun aktiv olmasındandır. Yerli yersiz endorfini beyin almaq üçün, endorfin raslavlayışıdır. Ağrı kəsici necə vurmursınız, endorfin də elədir. Çox naprıjeni olanda, ağrılar, zatlar çox olanda endorfin məcburda açsın ki, sizin əzələləri boşaltsın, ağrılarınızı götürsün. Bu orqanizm özü belədir, mexanizm. Və beyin onu öyrəşir bir müddətdən sonra. Beyin başlayır onu sizdən almaq üçün cürbəcür şeylər düşünməyə. Anlatabildim mi? Bunları siz anlamalısınız, bilməlisiniz və öz üzərinizdə işləməlisiniz. Tamam mı? Yəni düzdür, öz üzərinizdə deyəndə psixoterapevt mütləqdir. Sizə dəstək olmalıdır. Bəzən
hansısa olay düşünürsünüz, olay yaddan çıxır, simptomun peşinə düşürsünüz, gəlirsiniz, deyirsiniz, şey, ay doktor, nə olay mı, o mənim bezimə döz simptomu götür. Amma biz o olayın üzərində işləyəndən sonra görürsünüz ki, simptom öz başına yoxa çıxdı. Tamam mı? Siz əlbəttə ki, negativ bütün olaylardan uzaq durmalısınız. Negativ insanlardan, pis auralı insanlardan uzaq durmalısınız. Yas filan, bəsməkan, bədbin şeylərdən uzaq durmalısınız. Tam özünüzü relaks eləməlisiniz. O nəyə görədir? Hər bir sizin limbik sisteminiz o qədər həssasdır ki, hər bir cüzi olaya reaksiyanı bildirə bilər vegetativ sistem. Anlatabildim mi? Və bir həftə sonra, 5 gün sonra həmən simptomları o sizə göndərəcək. Tamam mı? Ona görə də özünüzü sakin aparın. Heç kəslə konfliktə girməyin. Heç kəsdən borc almayın. Heç kəsə borc verməyin. Bank, belə şeylər eləməyin. Anlatabildim mi? Həyat tərzinizi tam dəyişin. Bir gün nə varsa ondan qane olun. Çox şükür deyin. Sabahki günə heç vaxtı ümid bağlamayın. Sabah bilmək olmur nə olacaq. Ona görə də oturub ay məni rak tutar, ay məni infarkt vurar, ay məni insult vurar, ay məni nə bilim ölərəm birdən filan olaram, uşaqlarıma kim baxar filan. Bu düşüncələri indidən qətiyyətlə düşünməyin. Büyün üçün nə keçmişlə, nə gələcəklə yaşamayın. İndiki zamanla bir gün nə varsa şükürlər olsun. Naslajdaysız. Yəni ruslar deyilir, naslajdaysız. Bax, keyfini çəkində həmən saniyələrin, həmən günün, həmən dəqiqənin. Vaxt keçirin öz ailənizlə, uşaqlarınızla, dostlarınızla, təzə dostlar tapın özünüzə. Ürəyinizdə heç bir şey saxlamayın. Ailənizə danışırsınızmı və yaxud övladınıza danışırsınızmı, ya padruqanız, ya dostunuz, kimsə varsa ürəyinizdə heç bir şey saxlamayın. Bölüşün. Anlatabildim mi? Bu şeyləri eləyin. Mütləq. Bəzən mənə mesaj, komentari yazırlar videomun altında ki, mən filan kəsə baxdım, sağaldım və yaxud mən özüm sağaldım və yaxud. Heç vaxtı sağalan insan bu kontekstdə videolara baxmır. Heç bir xəstəliyi araşdırmır. Ümumiyyətlə, bu barədə qulaq asmaq istəmir. Anlatabildim mi? Əgər o büyük mənim videomun altına yazırsa, deməli bu hələ sağalmayıb. Bu hələ axtarışdadır. Sadəcə söz gəlişi və yaxud mərdiməzarçılıq və yaxud özünə elə gəlir ki, sağalıb. Anlatabildim mi? Və çalışırlar ki, mən sağalmışam, dərhal mən kiməsə kömək eləyim. Nəsə o vaxt məndə də olub elə, o cavanlıqda, uşaqlıq dövründə fikirlər. Bir simptomdan çıxırdım, elə bilirdim ki, indi hamısının eynidir. Mən kömək eləyərəm hamısına. İkinci simptomla rastlaşanda abasıralsın. Tuvaletdən bayıra çıxa bilmirdim, üzr istəyirəm. Qorxudan. Yəni, boş şeylərdir. Tələsməyin. Və
siz əgər bu sahəni oxumamısınızsa, bu sahəni yaxşı bilmirsinizsə, KPT-dən, rept bundan başınız çıxmırsa, heç kəsə, heç vaxt kömək edə bilməyəcəksiniz. Nə də özünüzə, mənim əzizlərim. Öz-özünüzü aldatmayın. Bir gün siz bu simptomdan asanlıqla çıxa bilərsiniz. Rahat çıxa bilərsiniz. Amma qonşunuzdakı nevrozun simptomundan xəbəriniz yoxdur. Anlatabildim mi? Biraz çətin məsələlərdir, dərin məsələlərdir. Ona görə belə şeyləri lazım deyil yazmaq. Belə şeylərlə məşğul olmayın jelatinlə. Ona görə mütəxəssis olmalısınız. Tamam mı? Ya da bunun bir adı var, paxıllıqdır, nədir bilmirəm. Bir nəsə yazın. Belə mənim əzizlərim. Belə biz rept, KPT, bunlar hamısı terapiyalardır. Keçirik. Fərdi istəyirsiniz, fərdi görüntülü ilə istəyirsiniz, mexanizmlə. Ən rahat yolu mexanizmlandır. Hazır. İndi onun videolarını çəkirəm mən və video sujetlər atıram. Tam rahat da sağalırsınız. Sağalanlar çoxdur. Yetər ki, əməl eləyəsiniz. Yoxsa, doktor, mən onları eləyə bilmərəm, mənlik deyil, mən onu başa düşmə bilmirəm, filan da belədir, amma sağalmaq istəyirəm. Belə heç vaxt, heç kəs sağalmır. Mən əgər deyirəmsə, qorxmayın. Məsələn, mənə müraciət eləyirsiniz, doktor, mənim ürəyimin üstü ağrıyır, infarkt olmaram. O sizə elə gəlir. Siz şişirdirsiniz onu. Amma mən sizinlə 2 kəlmə danışıram, görəm infarktın əlaməti yoxdur. Mən sizdən də çox narahat oluram, sizdən. Anlatabildim mi? Əgər bir şey şübhəli olsa, dərhal mən bir tədbir görərəm. Ona görə də qorxmayın. Mən sizə o momentləri tövsiyələr ki eləyirəm, yolların ki deyirəm, inanın düz deyirəm. Mənə ad boy verəndən sonra düşünməyin ki, bu nə deyir, mən burada ölürəm. Bu mənim üçün nağıl danışır. Sizə inandırım ki, bir müddətdən sonra sağalan, hamı sağalacaqsınız, sözsüz. Sağalandan sonra deyib düşünəcəksən, bu köpəyoğlu düz danışırmış, sən demə. Bunun yolları bu imiş. Anlatabildim mi mənim əzizlərim? Qətiyyətlə qorxmayın, heç nədən qorxmayın. Nevroz nə mənə şeydir ki, siz ümumi nevrozdan qurtulandan sonra onun mahiyyətini görəcəksiniz. İndi siz onun içindəsiz deyə labirintində ilişib qalmısınız. Sizə elə gəlir ki, bu dəhşətli xəstəlikdir. Hətta içinizdə elələri var ki, keşki patoloji bir xəstəliyim olaydı, bu olmayaydı. Bu yanlışdır. Siz bu nevrozdan ümumi çıxandan sonra deyəcəksiniz ki, heyf mənim o illərimdən, mən bu giz-giz düşüncələrin dalıca düşmüşdüm, giz-giz ağrıların dalıca düşmüşdüm. Özünüz düşünün, siz bilirsiniz neçə il yaşayacaqsınız, elə şübhəli yaşayırsınız. O nə yaşayışdır ki? Mənim atam 72 il qorxa-qorxa yaşadı. 72 il. Cavan vaxtından qorxa-qorxa. O cavan vaxtı bilsəydi 72 yaşına çatacaq, o heç bir qram qorxmazdı. Məndə 6-cı his var.
Mən o vaxt ona demişdim ki, atam sən 70-i keçəcəksən, narahat olma. Və hansı xəstəlikdən dünyasının dəyişdiyini də mən bilirdim. Hərçənd ona deməmişdim. Bilirdim. Məndə şistoy çustva var. Və mənə zəng eləyən xəstələr də 2 kəlmə danışıram. Mən dərhal o hisslərimi buraxıram və mən bilirəm bu insanda patoloji xəstəlik varmı, yoxmu. O özünü nə qədər də vursa, öldürsə, dəfələrlə belə bir hadisələr olub. Ay doktor, yox, mənə hamısı diaqnozu qoyub ki, sən nevrozsan, demişəm, get, başını aparata sal. Gediblər, salıblar MRT-yə, görüblər ki, beyninə qansızma var və yaxud beyninə su gəlib, maya yığılıb, dəfələrlə olub. Və yaxud bu zəng vurur, ora-bura gediblər, nə bilim, kardioqram azad eləyiblər, neyiniblər, gəlib ki, nevroz mənə kardionevroz diaqnozu qoyublar. Demişəm, get, ekokardioqram elə. Gedib elətdirəndə mənə təşəkkürünü bildirib ki, vovryemə çatıb, damarlar tutulub. Ona görə də onu kardioqram azad belə şeylər görmür. Mənim hissiyatım güclüdür. Yəni Allah vergisidir. Mən dərhal bilirəm. Mən insanla danışanda bilirəm ki, bu təxmini Allahdan başqa onu dəqiq bilə bilməz. Ancaq mən təxmini onun yaşayışını bilirəm. Neçə il müddət bu həyatda qalacağını bilirəm. Anlatabildim mi? Buna şahid olanlar var. Bunu bilənlər də var. İndi bir gün ilk dəfədir ki, bunu efirdə deyirəm. Bəs yerə biz bu işlə məşğul deyilik. Parapsixoloqluq, psixoloqluq, psixoterapiyalıq. Əbəs yerə deyil. Nəsə bilirik ki, eləyirik. Anlatabildim mi? Özünüzə yaxşı baxın. Özünüzə müğayət olun. Qətiyyətlə düşünməyin, yıxılın, rahat yatın, relaks olun. Heç nəyi düşünməyin. Negativ zat. Çünki sizin o qədər beyninizə yüklənmişsiniz, o düşünürsünüz, bu kaset kimi fırladırsınız dala, fıratsız dala. Məntiqsizdir və mənasızdır. Anlatabildim mi? Nə dəli olacaqsınız, nə infarkt olacaqsınız, nə insult olacaqsınız. Yetər ki, depresiyanı çox yaşamayın. Sağ olun, özünüzə yaxşı baxın. Sağlıqla qalın.